Son zəng tədbirində Xaçmaz rayon təhsil sektorunun nümayəndəsi Azad Bədəlov, 7 nömrəli məktəbinin direktoru Şamama Nəsirova, valideynlər, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib. Məktəb direktoru çıxış edərək son vaxtlarda məktəbdə görülən işlərdən, şagirdlər üçün yaradılan şəraitdən, təhsil və təchizat sahəsindəki uğurlardan söz açıb. Şamama müəllimə eyni zamanda Prezidentimiz cənab İlham Əliyevin xüsusi qayğısı və dəstəyi ilə Respublikamızda təhsilin inkişafı, yeni məktəb binalarının tikintisi, müasir tələblərə cavab verə biləcək maddi-texniki bazaların yaradılması məsələsini də xüsusilə vurğuladı. Qeyd edək ki, bu il Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbdə 11-ci sinifləri 46 nəfər, 9-cu sinifləri 61 nəfər məzun başa vurub. 1-ci sinifləri isə 52 nəfər şagird bitirir. Bugün məzun oluram. Çox sevincli hisslər yaşayıram. 11 ildir bir məktəbdə oxuduğum məktəbdən ayrılıram. Biraz da kədərliyəm. Həmişə istəyərdim ki, məktəbim heç bitməsin. Buradan müəllimlərimə səslənirəm. Sizi çox sevirəm. Başda Şamama müəllimə olmaqla bütün müəllimlərimə təşəkkür edirəm. Mənim bu yaşa gəlib çatmağımda çox böyük rol oynayıblar. Mənə çox şey öyrətiblər. Bugün məzun oluram. Həm kədərli, həm sevincliyəm. Sevincliyəm ona görə ki, yeni həyata addım atıram. Kədərliyəm ona görə ki, məktəb yoldaşlarımdan, müəllimlərimdən, ən azı məktəbimdən ayrılıram. Çox istərdim ki, məktəbim heç zaman bitməsin, məktəb yoldaşlarımdan ayrılmayım, hər zaman birlikdə olum. Amma beləymiş, həyat qəribədir. Hamıya uğurlar arzu edirəm. Hamı gələcəkdə istədiyi hər şeyə nail olsun. Tələbə adını qazansınlar. Bugün bəlkə də 11 il oxuyan şagirdlərin 11 illik məktəb həyatında yeganə gündür ki, bu günün həm sevinclə, həm də kədərlə qarşılayırlar. Qurban Vidadioğlu, Xanlar Qaraca, bugün informasiya proqramı üçün.